Bakı və Gəncə şəhərlərində ağacların inventarlaşdırılması və nişanlanması ilə bağlı pilot layihə davam etdirilir. Bu işlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzarəti altında aparılır və mərhələli şəkildə bütün ölkə ərazisinə şamil ediləcək. Bölgə TV xəbər verir ki, Nazirliyin müşaviri Rüstəm Həsənovun sözlərinə görə 1 yanvar 2026-cı ildən etibarən yalnız xüsusi identifikasiya etiketi ilə qeydiyyata alınmış ağacların götürülməsi ilə bağlı müraciətlərə rəy veriləcək. Qeydiyyata alınmamış ağacların köçürülməsi və götürülməsinə isə icazə verilməyəcək. Yeni yanaşma yaşıllıqların qorunması, şəffaflığın təmin olunması və hər bir ağacın dəqiq uçotunun aparılmasına xidmət edəcək. Gələcəkdə bu proses yaşayış məntəqələrinə yaxın meşə fondu, qoruq və milli parklarda da tətbiq olunacaq. Rəna Rövşənqızı, BTV.